Nəimi Əmirov ABŞ hərbi donanmasında yüksələn Azərbaycanlı zabit, vətənin qüruru, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar elm, siyasət, biznes və hərbi sahədə qazandıqları uğurlarla xalqımızın adını ucaldırlar. Bu uğurlu soydaşlarımız arasında xüsusi yer tutan şəxslərdən biri də ABŞ hərbi donanmasında uzun illər şərəflə xidmət edən, peşəkarlığı və yüksək idarəçilik bacarığı ilə seçilən Nəimi Əmirovdur. Nəimi Əmirov ABŞ-ın Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunmaqla həm öz karyerasında mühüm bir mərhələyə qədəm qoyub, həm də dünya miqyasında uğur qazanan azərbaycanlılardan biri kimi böyük qürur hissi yaradır. Bu təyinat onun uzun illər ərzində göstərdiyi peşəkarlığın, fədakar xidmətinin və beynəlxalq hərbi diplomatiya sahəsində qazandığı nüfuzun nəticəsi hesab olunur. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Mehdəm kəndində dünyaya göz açan Nəimi Əmirov təhsilini ABŞ-da davam etdirərək New York Dövlət Universitetində İqtisadiyyat və Siyasi Əlaqələr üzrə 2 magistr dərəcəsi əldə edib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilməsi onun beynəlxalq missiyalarda uğurla fəaliyyət göstərməsinə mühüm töhfə verir. O, 2001-ci ildə baş vermiş 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi donanmasına qoşulub. 2005-ci ildə ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra ABŞ Prezidenti George Bush'un sərəncamı ilə zabit rütbəsi alıb. Sonraki illərdə ABŞ hərbi donanmasının müxtəlif strateji bölmələrində məsul vəzifələrdə çalışaraq böyük etimad qazanır. Nəimi Əmirov xidmət etdiyi dövrdə F-35 beynəlxalq proqramında NATO ilə əməkdaşlıq istiqamətində ABŞ hərbi donanmasının strateji planlaşdırma bölmələrində, eləcə də Avropa, Afrika və Yaxın Şərq regionlarını əhatə edən mühüm təhlükəsizlik layihələrində rəhbər vəzifələr daşıyır. Onun fəaliyyəti beynəlxalq hərbi əməkdaşlığın inkişafına və təhlükəsizlik sahəsində tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir. ABŞ-ın Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunması Nəimi Əmirovun zəngin xidmət yolunun növbəti uğurlu mərhələsidir. Hərbi attaşe kimi o, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı, hərbi diplomatiyanın gücləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm missiyanı yerinə yetirəcək. Nəimi Əmirov dünyanın ən güclü hərbi strukturlarından birində yüksək mövqe qazanaraq göstərir ki, zəhmət, bilik, intizam və vətən sevgisi insanı ən ali zirvələrə yüksəldə bilər. O, xüsusilə gənc azərbaycanlılar üçün əsl nümunədir. Onun həyat yolu sübut edir ki, harada yaşamağından asılı olmayaraq, azərbaycanlı öz istedadı və əzmkarlığı ilə beynəlxalq miqyasda böyük uğurlar əldə edə bilər. Bugün Nəimi Əmirov təkcə ABŞ hərbi donanmasının nüfuzlu zabiti deyil, həm də Azərbaycan xalqının qürur mənbələrindən biridir. Onun əldə etdiyi nailiyyətlər bütün soydaşlarımız üçün sevindirici hadisə olmaqla yanaşı, Azərbaycanın dünyadakı müsbət imicinin möhkəmlənməsinə də öz töhfəsini verir. Nəimi Əmirova gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli xidmətində davamlı nailiyyətlər arzulayırıq. İnanırıq ki, o bundan sonra da peşəkarlığı, yüksək intizamı və vətəninə bağlılığı ilə Azərbaycan adını beynəlxalq arenada layiqincə təmsil etməyə davam edəcək.